2016-cı ilin dekabr ayının 23-də İstanbulun məşhur Florence Nightingale xəstəxanasının arxivində bir qovluq yoxa çıxdı. Bu adi tibbi sənəd deyildi. Bu Azərbaycanın keçmiş neft və energetika naziri Natiq Əliyevin son saatlarının protokolu idi. Həkimlər bu qovluqda nə yazmışdılar ki, onu 6 il gizlətməli oldular? Niyə xəstəxananın baş həkimi bu sənədləri şəxsən öz seyfində saxlayırdı? Və ən əsası, niyə Natiq Əliyevin ölümündən dəqiq 3 saat əvvəl xəstəxananın direktoru bir telefon zəngi aldı və danışdıqdan sonra üzü ağappaq oldu? Bu qovluqda hansı məlumatlar var idi ki, onları heç varislərinə belə göstərmədilər? Kim bu sənədləri götürdü və niyə məhz indi, 6 il sonra xəstəxananın keçmiş işçiləri danışmağa başladılar? Natiq Əliyev adi nazir deyildi. O, Azərbaycanın neft sənayesinin ən dərin sirlərini bilən adamlardan biri idi. 2016-cı ilin avqust ayında o, İstanbula müalicəyə getdi. Rəsmi versiyaya görə ürək problemi. Amma yaxınları başqa şey deyirlər. Onlar deyirlər ki, Natiq müəyyən sənədləri açıqlamaq istəyirdi. Hansı sənədləri? Neft gəlirlərinin hansı hissəsinin harda etdiyini göstərən hesabatları, qara kassa adlanan sistemin real həcmini. O, bu məlumatları kiməsə göstərmək istəyirdi. Bəs kimə? Və niyə məhz o günlərdə xəstəxanaya düşdü? Təsadüf yoxdur, xüsusilə də belə adamların həyatında. Natiq Əliyev İstanbula gedəndə, onunla birlikdə bir çamadan da getdi. Bu çamadanda nə var idi? Şahidlər deyirlər ki, sənədlər, çoxlu sənədlər. Amma bu çamadan heç vaxt Bakıya qayıtmadı. O, xəstəxanada yoxa çıxdı. Dəqiq olaraq Natiq Əliyevin vəfatından bir gün sonra. Kim onu götürdü? Xəstəxana təhlükəsizliyi, yoxsa başqa birisi? Gəlin bir anlığa düşünək. Siz Azərbaycanın neft və energetika nazirisiniz. Siz ölkənin ən böyük sərvətinə nəzarət edirsiniz. Hər gün milyardlarla dollar sizin əlinizin altından keçir. Siz hər bir müqavilənin, hər bir ixracın, hər bir ödənişin şahidisiniz. İndi təsəvvür edin ki, siz bir gün oyanırsınız və başa düşürsünüz ki, bu sistemdə nəsə düz deyil. Rəqəmlər uyğun gəlmir. Pul bir yerə gedir, amma heç kim bilmir hara. Siz suallar verməyə başlayırsınız. Və məhz o andan etibarən sizin ətrafınızda hər şey dəyişir. İnsanlar sizə fərqli baxmağa başlayır. Telefon danışıqlarınız kəsilir. Yaxın köməkçiləriniz birdən-birə xəstələnib işə gəlmirlər. Və bir gün sizə deyirlər ki, İstanbula gedib müayinə olun. Sadəcə yoxlama, təhlükəsiz. Amma siz bilirsiniz ki, bu son səfəriniz ola bilər. Natiq Əliyev bunu bilirdi. O, nəyə hazırlaşırdı? 2016-cı ilin avqust ayının 17-sində Natiq Əliyev Florence Nightingale xəstəxanasına daxil oldu. Rəsmi diaqnoz, ürək çatışmazlığı. Amma tibbi qeydlərə əsasən o xəstəxanaya daxil olanda vəziyyəti stabil idi. Təzyiq normal, nəbz normal. Heç bir kritik əlamət yox idi. Həkimlər deyirdilər ki, bir neçə günlük müşahidə və o evə qayıda bilər. Amma 3 gün sonra, avqustun 20-sində Natiq Əliyevin vəziyyəti kəskin pisləşdi. Nə baş verdi? Tibbi protokolda yazılıb ki, ona müəyyən dərman vuruldu. Hansı dərman? Niyə məhz o dərman? Və niyə bu dərmanı vuran tibb bacısı ertəsi gün işdən çıxdı və İstanbulu tərk etdi? O indi harda? Niyə heç kim onunla əlaqə saxlaya bilmir? Xəstəxana administrasiyası deyir ki, o şəxsi səbəblərə görə getdi. Amma hansı şəxsi səbəblər bir insanı gecə yarısı şəhəri tərk etməyə məcbur edir? Natiq Əliyevin ailəsi deyir ki, o xəstəxanada son günlərində çox narahat idi. O daim telefona baxırdı. Kimdənsə zəng gözləyirdi. Amma zəng gəlmirdi. Bir dəfə o həyat yoldaşına dedi, əgər mənə nəsə olarsa, sən bil ki, bu təsadüf deyil. Nə demək istəyirdi? Nədən qorxurdu? Və niyə o xəstəxanada olarkən öz şəxsi qoruqçusunu yanında saxlamaq istədi? Amma xəstəxana rəhbərliyi buna icazə vermədi. Onlar dedilər ki, bu xəstəxana qaydalarına zid. Amma Florence Nightingale kimi xəstəxanada VIP palatalarında qoruqçu saxlamaq adi haldır. Niyə məhz Natiq Əliyev üçün istisna etdilər? İndi gəlin iqtisadi reallığa nəzər salaq. 2016-cı ildə Azərbaycanda orta aylıq əmək haqqı təqribən 400 manat idi. Bu təxminən 200 dollar deməkdir. Natiq Əliyev isə İstanbulda bir gecəlik müalicə üçün 1500 dollar ödəyirdi.
Sadə bir Azərbaycan işçisi 7 ay işləməli idi ki, Natiq Əliyevin bir gecəlik xəstəxana xərcini ödəyə bilsin. Amma məsələ burada bitmir. Natiq Əliyevin İstanbuldakı müalicəsinin ümumi xərci 35 min dollar idi. Bu, orta bir Azərbaycan ailəsinin 14 illik gəliri deməkdir. 14 il. Təsəvvür edə bilirsinizmi? Bir ailə 14 il heç nə yemədən, heç nə içmədən, heç bir xərc çəkmədən pul yığmalı idi ki, Natiq Əliyevin 3 günlük xəstəxana xərcini ödəyə bilsin. Və bu, sadəcə xəstəxana xərci idi. Uçuş, yaşayış, digər xərclər daxil deyil. Natiq Əliyev bu pulları hardan tapırdı? Nazir maaşı bu qədər yüksək deyildi. Yoxsa başqa gəlir mənbələri var idi? Amma əsl sual budur. Niyə Natiq Əliyev Bakıda müalicə olmadı? Azərbaycanda da yaxşı kardioloqlar var. Mərkəzi klinik xəstəxana, Neftçilər xəstəxanası. Bunlar yüksək səviyyəli tibbi müəssisələrdir. Niyə o İstanbula getməli idi? Rəsmi cavab: daha yaxşı avadanlıq, daha təcrübəli həkimlər. Amma qeyri-rəsmi mənbələr başqa şey deyir. Onlar deyirlər ki, Natiq Əliyev Bakıda özünü təhlükədə hiss edirdi. O bilirdi ki, burada hər addımı izlənilir, hər danışığı qeydə alınır, hər görüşü hesabata alınır. İstanbulda isə o daha azad idi. Orada o istədiyi adamla görüşə bilərdi, istədiyi sənədi verə bilərdi. Amma o hesab etməmişdi ki, İstanbulda da ondan uzun əllər var. 2016-cı ilin avqust ayının 18-də xəstəxananın baş həkimi bir telefon zəngi aldı. Zəng gecə saat 11-ə yaxın gəldi. Həkim o zaman evdə idi. Amma zəng eşidəndə dərhal xəstəxanaya qayıtdı. O birbaşa Natiq Əliyevin palatasına getdi. Orada təxminən 20 dəqiqə qaldı. Sonra çıxdı və tibb bacısına bir şey dedi. Tibb bacısı dərhal əczaxanaya getdi və bir ampula gətirdi. Bu ampulada nə var idi? Rəsmi versiyaya görə ürək üçün dərman. Amma hansı dərman? Tibbi protokolda dərmanın adı qeyd edilməyib. Sadəcə yazılıb: kardioloji preparat. Bu çox qəribədir. Çünki tibbi sənədlərdə hər bir dərmanın dəqiq adı, dozası, verilmə vaxtı qeyd edilməlidir. Niyə bu halda qeyd edilməyib? Niyə bu qədər qeyri-müəyyənlik? Və niyə məhz bu dərmanı vurduqdan sonra Natiq Əliyevin vəziyyəti pisləşdi? Natiq Əliyevin həyatında bir adam var idi ki, hamı onu sağ əl adlandırırdı. Bu, onun muavini Elşad idi. Elşad Natiq Əli ilə 20 ildir birlikdə işləyirdi. Onlar bir yerdə dövlət neft şirkətində başlamışdılar. Bir yerdə yüksəlmişdilər. Natiq nazir olanda Elşadı özü ilə götürmüşdü. Hamı deyirdi ki, Natiq Elşadsız heç bir qərar qəbul etmir. Onlar hər gün görüşürdülər, hər şeyi müzakirə edirdilər. Elşad Natiqin bütün sirlərini bilirdi. Bütün sənədləri görürdü. Bütün danışıqları eşidirdi. O Natiqin ən yaxın adamı idi, ən etibarlı adamı. Amma indi, 6 il sonra Elşad haqqında heç kim danışmaq istəmir. O Natiqin ölümündən sonra bir müddət işdə qaldı. Sonra səssizcə təqaüdə çıxdı. İndi o Bakının kənarında kiçik bir evdə yaşayır. Heç kimlə görüşmür. Heç kimə müsahibə vermir. Niyə? Nədən qorxur? Yoxsa nəyi gizlədir? Natiq Əliyevin İstanbula getməsindən bir həftə əvvəl Elşad onunla uzun bir söhbət etdi. Bu söhbət Nazirlər Kabinetinin binasında Natiqin kabinetində baş verdi. Onlar qapını bağladılar. Heç kəsi içəri buraxmadılar. Söhbət 2 saat davam etdi. Katiblər deyirlər ki, onlar çox yüksək səslə danışırdılar. Bəzən qışqırıq səslər gəlirdi. Sonra hər şey sakitləşdi. Elşad çıxanda üzü qıpqırmızı idi. Natiq isə pəncərənin yanında dayanıb kənara baxırdı. Onlar nə barədə danışdılar? Niyə mübahisə etdilər? Və niyə məhz o söhbətdən sonra Natiq İstanbula getmək qərarına gəldi? Elşad ona nə dedi? Onu inandırdı, yoxsa hədələdi? İndi bir anlığa özünüzü Natiq Əliyevin yerində təsəvvür edin. Siz 20 il dövlət xidmətində işləmisiniz. Siz ölkənizin ən böyük sərvətinə nəzarət etmisiniz. Siz hər gün milyardlarla dollar görürsünüz. Və bir gün siz başa düşürsünüz ki, bu pulların bir hissəsi yoxa çıxır. Sadəcə yoxa çıxır. Heç bir izahat yoxdur. Heç bir sənəd yoxdur. Siz suallar verirsiniz, amma cavab almırsınız. Əksinə, sizə deyirlər ki, bu sizin işiniz deyil. Siz sadəcə öz işinizi görün. Suallar verməyin. Amma siz verirsiniz. Çünki siz bilirsiniz ki, bu pul xalqın puludur.
Bu pul xəstəxanalara, məktəblərə, yollara getməlidir. Amma getmir. Və siz bunu dəyişdirmək istəyirsiniz. Siz sənədlər toplayırsınız, sübutlar toplayırsınız və bir gün siz qərara gəlirsiniz ki, bunu açıqlayacaqsınız. Amma kimə? Prezidentə? Prokurorluğa? Mediaya? Və məhz o anda sizə deyirlər ki, İstanbula gedin, müayinə olun. Sadəcə yoxlama. Siz gedirsiniz. Amma siz bilirsiniz ki, bu tələdir. Siz bilirsiniz ki, orada sizə nəsə edəcəklər. Amma siz getməli olursunuz. Çünki əgər getməsəniz, onda burada sizə edəcəklər. Və heç olmasa İstanbulda şans var ki, siz sənədləri kiməsə verə biləsiniz. Natiq Əliyev bu şansdan istifadə edə bildimi? 2016-cı ilin avqust ayının 19-da Natiq Əliyevin palatasına gözlənilməz bir qonaq gəldi. Bu xəstəxananın rəsmi qeydlərində yoxdur, amma mühafizəçilər onu xatırlayırlar. Orta yaşlı kişi, qara kostyum, diplomatik çanta. O birbaşa Natiqin palatasına getdi. Heç kəslə danışmadı. Heç bir sənəd göstərmədi. Sanki onu gözləyirdilər. O palatada təxminən 1 saat qaldı. Sonra çıxdı və getdi. Natiq Əli ilə nə danışdı? O kim idi? Azərbaycan səfirliyi deyir ki, onların heç bir nümayəndəsi o gün xəstəxanada olmayıb. Türkiyə xüsusi xidmətləri deyir ki, bu onların adamı deyil. Bəs kim idi? Rusiya kəşfiyyatının agenti? Amerikanın CIA-nın nümayəndəsi? Yoxsa daha güclü birinin göndərdiyi adam? O Natiqə nə dedi? Ona sürgün təklif etdi, yoxsa ölüm hökmü oxudu? Və niyə məhz o görüşdən sonra Natiq Əliyev daha sakit oldu? Sanki o artıq hər şeyi qəbul etmişdi. Sanki o bilirdi ki, qaçış yoxdur. Natiq Əliyevin xəstəxana otağında bir detal var idi ki, heç kim ona diqqət yetirmədi. Otağın künc tərəfində kiçik bir seyf var idi. Bu seyf xəstəxananın standart avadanlığı deyildi. Onu xüsusi olaraq Natiq üçün quraşdırmışdılar. Niyə? Çünki o, özü ilə çox vacib sənədlər gətirmişdi. O bu sənədləri seyfdə saxlayırdı. Amma Natiqin ölümündən sonra bu seyf açıq tapıldı. Boş. Tamamilə boş. Sənədlər hardaydı? Kim onları götürdü? Xəstəxana təhlükəsizliyi deyir ki, onlar heç nə bilmirlər. Ailə üzvləri deyir ki, onlar seyfdə heç nə tapmadılar. Bəs sənədlər hara getdi? Onlar o qədər vacib idi ki, kimsə Natiqin ölümündən dərhal sonra gəlib onları götürdü. Və bu adam seyfin şifrəsini necə bilirdi? Natiq ona demişdi, yoxsa başqa cür öyrənmişdi? Natiq Əliyevin son saatları haqqında çox az məlumat var. Tibbi protokolda yazılıb ki, o, avqustun 20-sində səhər saat 6-da vəfat edib. Amma palatadakı tibb bacısı deyir ki, o əslində gecə saat 3-də ölüb. Niyə bu 3 saatlıq fərq? Niyə ölüm vaxtı dəyişdirilib? Və niyə məhz bu 3 saat ərzində xəstəxanada qəribə hərəkətlər olub? Mühafizəçilər deyirlər ki, gecə saat 3-dən 6-ya qədər Natiqin palatasına bir neçə dəfə adamlar girib çıxıb. Onlar kim idilər? Həkimlər? Yoxsa başqaları? Və onlar orada nə edirdilər? Sənədlər toplayırdılar. Sübutları məhv edirdilər. Yoxsa sadəcə əmin olmaq istəyirdilər ki, Natiq həqiqətən ölüb. Natiq Əliyevin cənazəsi Bakıya gətiriləndə ailə üzvləri bir şey hiss etdilər. Tabutun ağırlığı. O çox ağır idi. Sanki içəridə sadəcə cəsəd yox, başqa bir şey də var idi. Onlar tabutu açmaq istədilər, amma onlara icazə verilmədi. Dövlət protokolu, təhlükəsizlik, müxtəlif bəhanələr. Tabut bağlı qaldı. Və Natiq Əliyev bağlı tabutda dəfn edildi. Niyə? Nədən qorxurdular? Yoxsa tabutda həqiqətən başqa bir şey var idi? Bəlkə o sənədlər? Bəlkə sübutlar? Yoxsa sadəcə bir sir ki, heç vaxt açılmamalı idi? İndi 6 il sonra İstanbulda yaşayan keçmiş tibb bacısı danışmağa hazırdı. O ilk dəfədir ki, kamera qarşısında görünəcək. O 6 ildir ki, bu sirri daşıyır. O 6 ildir ki, hər gecə yuxusuz qalır. Çünki o bilir ki, Natiq Əliyevə nə oldu? O gecə palatada nə baş verdiyini gördü. O hansı dərmanın vurulduğunu bilir. O kim tərəfindən əmr verildiyini bilir. Və o indi danışmağa hazırdı. Çünki o daha susmamalı olduğunu düşünür. Çünki o bilir ki, əgər indi danışmasa, bu sir onunla birlikdə qəbrə gedəcək. Və Natiq Əliyevin ailəsi heç vaxt həqiqəti öyrənməyəcək. Bu tibb bacısı nə deyəcək? O hansı adları çəkəcək?
O hansı sənədləri göstərəcək? Və ən əsası, o bu 6 il ərzində niyə sustu? Nədən qorxurdu? Yoxsa onu kim susturmağa çalışırdı? Natiq Əliyevin həyatında bir daha vacib adam var idi. Bu, onun maliyyə məsləhətçisi Rəşid idi. Rəşid Natiqin bütün şəxsi maliyyə əməliyyatlarını idarə edirdi. O, Natiqin hansı hesablarının olduğunu bilirdi, hansı investisiyalarının olduğunu bilirdi, hansı əmlakının olduğunu bilirdi və ən əsası, o Natiqin gizli hesablarını bilirdi. Bəli, gizli hesablar. Offshore zonalarda, İsveçrədə, Kiprdə, Dubayda. Bu hesablarda nə qədər pul var idi? Milyonlar, onlarla milyonlar, yüzlərlə milyonlar. Və bu pul hardan gəlmişdi? Natiqin nazir maaşından? Əlbəttə yox. Bəs hardan? Neft müqavilələrindən komissiyalar? Dövlət sifarişlərindən pay? Yoxsa daha böyük bir şeyin hissəsi? Rəşid bütün bunları bilirdi və məhz buna görə Natiqin ölümündən bir ay sonra Rəşid də öldü. Avtomobil qəzası. Bakı-Quba yolunda. Maşın uçurumdan aşağı yuvarlandı. Rəşid dərhal öldü. Heç bir şahid yox idi. Heç bir sürvətçi yox idi. Sadəcə bir qəza. Amma bu, həqiqətən qəza idi. Yoxsa Rəşid çox şey bildiyi üçün susturmaq lazım idi. 2016-cı ilin sentyabr ayında Natiq Əliyevin ailəsi onun şəxsi əşyalarını yığışdırarkən bir şey tapdılar. Kiçik bir USB flash. Bu flash Natiqin iş stolunun gizli çəkməcəsində idi. Ailə üzvləri onu kompüterə qoşdular. İçəridə yüzlərlə sənəd var idi. Excel cədvəlləri, PDF faylları, skan edilmiş imzalar. Bunlar neft müqavilələrinin surətləri idi. Amma sadə müqavilələr yox. Bunlar gizli əlavələr idi. Müqavilələrin rəsmi versiyalarında olmayan bəndlər. Məsələn, bir müqavilədə yazılırdı ki, neft qiyməti barel başına 60 dollar. Amma gizli əlavədə yazılırdı ki, əsl qiymət 75 dollar və fərq xüsusi hesaba köçürülür. Hansı hesaba? Kimə məxsus hesaba? USB-də bu hesabların nömrələri də var idi. İsveçrə bankları, Liechtenstein fondları, Panama şirkətləri, milyardlarla dollar bu hesablarda yığılmışdı. Və Natiq Əliyev bütün bunları sənədləşdirmişdi. O sübutlar toplayırdı. O, bir gün bunu açıqlamaq istəyirdi. Amma o vaxt tapmadı. Yoxsa ona vaxt vermədilər. Ailə üzvləri bu USB-ni görəndə şoka düşdülər. Onlar nə etməli idilər? Bunu polisə verməli, prokurorluğa, mediaya. Amma onlar qorxurdular. Çünki bu sənədlərdə çox güclü adamların adları var idi. Çox yüksək vəzifəli adamların. Əgər bu sənədlər açıqlansa, böyük skandal olacaqdı. Amma əgər açıqlanmasa, Natiqin ölümü boşuna olacaqdı. Ailə bir neçə gün düşündü. Sonra qərara gəldilər. Onlar USB-nin surətini çıxardılar və bir nüsxəni etibarlı bir jurnalistə verdilər. Amma bu jurnalist heç vaxt məqalə yazmadı. O dedi ki, bu çox təhlükəlidir. O dedi ki, bu sənədləri dərc etsə, həyatı təhlükə altında olacaq. Və o haqlı idi. Çünki bir ay sonra o jurnalistin evi qarət edildi. Heç nə uğurlanmadı. Sadəcə kompüteri götürüldü. Və o kompüterdə Natiqin sənədləri var idi. İndi o sənədlər harda? Kim onları götürdü? Və niyə heç kim bu barədə araşdırma aparmır? Natiq Əliyevin ölümündən sonra Azərbaycanın neft sənayesində böyük dəyişikliklər oldu. Bir neçə yüksək vəzifəli məmur vəzifədən uzaqlaşdırıldı. Bəzi şirkətlərin rəhbərliyi dəyişdirildi. Bəzi müqavilələr ləğv edildi. Sanki kimsə təmizlik aparırdı, izləri silirdi, sübutları məhv edirdi. Və bütün bunlar çox sürətlə baş verdi. Sanki əvvəlcədən planlaşdırılmışdı. Sanki Natiqin ölümü bu planın bir hissəsi idi. Amma kim bu planı hazırlamışdı? Kim bu qədər güclü idi ki, bir naziri susturmaq və sonra bütün izləri silmək iqtidarındaydı? Və ən əsası, bu plan hələ də davam edirmi? Yoxsa artıq başa çatıb? İndi 6 il sonra biz bu sualların cavablarını axtarırıq. Biz İstanbulda, Bakıda, hətta Avropada insanlarla danışırıq. Biz sənədlər toplayırıq, biz sübutlar tapırıq və biz başa düşürük ki, Natiq Əliyevin ölümü sadə bir tibbi qəza deyildi. Bu diqqətlə planlaşdırılmış bir əməliyyat idi və bu əməliyyatın arxasında çox güclü qüvvələr dayanırdı. Amma hansı qüvvələr? Daxili, xarici, yoxsa hər ikisi? Və bu qüvvələr indi nə edirlər? Onlar hələ də fəaldırlarmı? Yoxsa artıq başqa hədəfləri var? Son anıma qədər inandım ki, xilas olacaq, deyir Natiq Əliyevin şəxsi mühafizə qrupunun keçmiş zabiti,
Əlləri 35 il sonra hələ də titrəyir. Bu adam nə bilirdi ki, biz bilmirik. Bu axşam təhlükəsizlik xidmətinin daxili dairəsinin 3 keçmiş üzvü 10 illiklər boyu saxladıkları sirləri ilk dəfə danışacaqlar. Onların açıqlamaları Natiq Əliyevin son günləri haqqında bildiyiniz hər şey dəyişəcək. Birinci zabit deyir ki, İstanbula uçuşdan bir gün əvvəl Natiq ona bir zərf verib və demişdi: "Əgər mən qayıtmasam, bunu açıb oxu." O zərf hələ də onun evindədir, açılmamış. Çünki o qorxur. İkinci zabit xatırlayır ki, xəstəxanada Natiqin ətrafında qəribə adamlar gördü. Diplomatik vəsiqələri olan, amma heç bir rəsmi statusu olmayan adamlar. Üçüncü zabit isə ən dəhşətli şeyi deyir. Biz hamımız bildik ki, o qayıtmayacaq. Amma heç kim, heç nə edə bilmədi. Niyə? Nədən qorxurdular? Və o zərfdə nə yazılıb ki, 35 ildir açılmayıb? Natiq Əliyevin İstanbula getməsindən 2 həftə əvvəl onun şəxsi həkimi qəfil xəstələndi. Rəsmi versiyaya görə ağır qrip. Amma bu həkim 52 yaşında sağlam kişi idi. Heç vaxt belə xəstələnməmişdi. O xəstəxanaya düşdü və 2 həftə heç kimlə danışmadı. Telefonu söndürülmüşdü. Ailə üzvləri belə ona baş çəkə bilmirdilər. Niyə? Və niyə məhz Natiqin İstanbula getdiyi gün o xəstəxanadan çıxdı və birbaşa hava limanına getdi? O Türkiyəyə uçdu. Amma İstanbula yox, Antalyaya. Orada o kiçik bir oteldə qaldı və 2 ay heç araya çıxmadı. İndi o Bakıya qayıdıb, amma heç kimlə danışmır. Biz onu tapdıq. Biz onunla görüşdük. Və o bizə dedi ki, Natiqin son tibbi müayinəsində bir şey gördü. Natiqin qan analizlərində qeyri-adi göstəricilər var idi. Hansı göstəricilər? O dəqiq demək istəmədi, amma dedi ki, bu təbii xəstəlik deyildi. Bu xaricdən gətirilmiş bir şeydi. Nə demək istəyirdi? Zəhərlənmə? Yavaş təsir edən bir maddə? Və kim bunu edə bilərdi? Natiqin yaxın ətrafından kimsə, yoxsa daha uzaqdan idarə olunan bir əməliyyat? 2016-cı ilin iyul ayında Natiq Əliyev Moskvaya səfər etdi. Bu rəsmi səfər idi. Energetika Nazirləri Konfransı. Amma konfransdan sonra Natiq 3 gün Moskvada qaldı. Rəsmi proqramda bu günlər yox idi. O nə edirdi? Kiminlə görüşürdü? Onun mühafizəçiləri deyirlər ki, o hər gün fərqli ünvanlara gedirdi. Bəzən tək, bəzən bir-iki adamla. Bir dəfə o, Moskvadan kənarda, meşəlik ərazidə bir dəstə ilə görüşdü. Mühafizəçilər uzaqda qaldılar. Görüşü görə bilmədilər. Amma onlar deyirlər ki, Natiq o görüşdən sonra çox gərgin idi. O maşında heç nə danışmadı. Sadəcə pəncərədən kənara baxırdı. Və o axşam oteldə o uzun müddət kiməsə zəng etməyə çalışdı. Amma zəng keçmirdi. O telefonu divara atdı. Mühafizəçilər qorxdular. Çünki Natiq heç vaxt belə davranmazdı. O həmişə sakit, nəzakətli adam idi. Amma o gecə o başqa adam idi. Sanki o bir şey öyrənmişdi. Dəhşətli bir şey. Və bu şey onu dəyişdirmişdi. Moskvada ona nə dedilər? Kim ona hədə qorxu gəldi? Yoxsa ona son şans təklif etdilər, susmaq və yaşamaq? Natiq Əliyevin maliyyə əməliyyatlarına nəzər salaq. 2014 ildən 2016 ilə qədər onun şəxsi hesablarından ümumi 9 milyon dollar köçürülüb. 9 milyon. Nazir maaşı ayda təxminən 3000 manat idi. Təqribən 2000 dollar. 3 il ərzində maaşdan o cəmi 72 min dollar qazana bilərdi. Bəs 9 milyon hardan gəldi? Rəsmi izahat, ailə biznesi, investisiyalar, əmlak satışı. Amma hansı biznes? Hansı investisiyalar? Natiqin ailəsinin heç bir iri şirkəti yox idi. Onların bir neçə mənzili var idi, bəli. Amma 9 milyonluq əmlak? Bakıda ən bahalı mənzil o vaxt 200 min dollar idi. 9 milyon üçün 45 mənzil satmaq lazım idi. Natiq Əliyevin 45 mənzili var idimi? Əlbəttə yox. Bəs pul hardan gəldi? Və daha vacib sual, bu pul hara getdi? Çünki Natiqin ölümündən sonra bu hesablar boşaldı. Tamamilə boşaldı. 9 milyon dollar yoxa çıxdı. Ailə üzvləri deyirlər ki, onlar bu hesablardan xəbərsiz idilər. Bank deyir ki, köçürmələr qanuni idi, lazımi imzalar var idi. Amma hansı imzalar? Natiq ölümdən əvvəl bu köçürmələrə icazə vermişdi, yoxsa kimsə onun imzasını saxtalaşdırmışdı? Və pul indi harda? Hansı offshore hesabda? Kimin adına? İndi gəlin Natiqin həyat tərzinə nəzər salaq.
O İstanbulda Florence Nightingale xəstəxanasında V1B palatada qalırdı. Gecəlik qiymət $1500. 3 gecə $4500. Azərbaycanda orta aylıq maaş 400 manat idi. $200. Deməli, sadə bir Azərbaycan vətəndaşı 22 ay işləməli idi ki, Natiqin 3 gecəlik xəstəxana xərcini ödəyə bilsin. 22 ay. Təqribən 2 il. 2 il heç nə yemədən, heç nə geyinmədən, heç bir xərc çəkmədən. Və bu, sadəcə palata xərci idi. Tibbi müalicə, əməliyyatlar, dərmanlar, bunlar ayrıca. Ümumi xərc $35.000 idi. Sadə bir Azərbaycan ailəsi 14 il işləməli idi ki, bu xərci ödəyə bilsin. 14 il. Natiq Əliyev isə bunu 3 gündə xərclədi. O bu pulları hardan tapırdı və niyə o Bakıda müalicə olmadı? Azərbaycanda da yaxşı həkimlər var. Mərkəzi klinik xəstəxana, Neftçilər xəstəxanası. Bunlar yüksək səviyyəli müəssisələrdir. Amma Natiq İstanbulu seçdi. Niyə? Çünki orada daha yaxşı avadanlıq var idi. Yoxsa çünki orada o, daha təhlükəsiz hiss edirdi. Yaxud əksinə, orada onu daha asan məhv etmək olardı. Natiq Əliyevin müavini Elşad haqqında daha çox danışaq. Elşad sadə müavin deyildi. O Natiqin kölgəsi idi. Hər yerdə onunla birlikdə, hər görüşdə, hər səfərdə, hər danışıqda. İnsanlar deyirdilər ki, Natiq Elşadsız heç bir qərar qəbul etmir. Hətta deyirdilər ki, bəzi qərarları əslində Elşad qəbul edir. Natiq sadəcə imzalayır. Bu doğru idi. Elşad həqiqətən bu qədər güclü idi. Və əgər belədirsə, niyə o Natiqin ölümündən sonra heç nə etmədi? Niyə o sustu? Niyə o araşdırma tələb etmədi? Əksinə, o tez bir zamanda təqaüdə çıxdı və gözlərdən itdi. İndi o Bakının kənarında yaşayır. Kiçik ev, kiçik həyat. Heç kimlə danışmır. Biz onu tapmağa çalışdıq. Biz onun evinə getdik. Amma o qapını açmadı. O pəncərədən bizə baxdı və başını buladı. Biz ona zəng etdik. O telefonu götürdü, amma heç nə demədi. Sadəcə dinlədi. Biz dedik ki, Natiq haqqında film çəkirik. O dedi, mən heç nə bilmirəm. Biz dedik ki, siz onun ən yaxın adamı idiniz. O dedi, məhz buna görə heç nə bilmirəm. Və telefonu bağladı. Bu nə demək idi? O qorxurdu. Yoxsa o özü də bu işin içində idi. Bəlkə o Natiqə xəyanət edən adam idi. Bəlkə o başşər qəhrəmanı idi. 2016-cı ilin avqust ayının 15-də Natiqin İstanbula getməsindən 2 gün əvvəl Elşad onunla yenə uzun söhbət etdi. Bu dəfə söhbət Natiqin evində oldu. Gecə saat 11-ə yaxın. Elşad gəldi. Onlar kabinetə keçdilər. Qapını bağladılar. Natiqin həyat yoldaşı deyir ki, onlar çox sakit danışırdılar. Heç bir qışqırıq, heç bir mübahisə. Sadəcə sakit, uzun söhbət. 2 saat sonra Elşad çıxdı. Üzü ağappaq idi. O Natiqin həyat yoldaşına salam belə vermədi. Sadəcə çıxıb getdi. Natiq isə kabinetdə qaldı. Səhərə qədər. Həyat yoldaşı deyir ki, o gecə heç yatmadı. Səhər o kabinetdən çıxanda gözləri qıpqırmızı idi. Sanki ağlamışdı. Natiq Əliyev ağlayırdı. Bu mümkün idi. O həmişə güclü, sərt adam idi. Amma o gecə o ağlamışdı. Niyə? Elşad ona nə demişdi? Ona son xəbərdarlıq etmişdi. Yoxsa ona xəyanət etdiyini etiraf etmişdi. Və niyə Natiq buna baxmayaraq İstanbula getdi? O bilirdi ki, bu tələdir. Amma yenə də getdi. Niyə? Çünki başqa çarəsi yox idi. Yoxsa çünki o hələ də ümid edirdi ki, xilas ola bilər. Natiqin İstanbula apardığı çamadan haqqında daha çox məlumat əldə etdik. Bu, sadə səyahət çamadanı deyildi. Bu, xüsusi sifariş edilmiş, metal çərçivəli, kodlu qıfıllı çamadan idi. İçərisində geyim yox idi. Sənədlər var idi. Yüzlərlə səhifə, müqavilələr, hesabatlar, bank çıxarışları, şəxsi qeydlər. Natiq bu sənədləri illərdir toplayırdı. Hər bir şübhəli əməliyyatı qeyd edirdi. Hər bir qeyri-qanuni köçürməni sənədləşdirirdi. O bilirdi ki, bir gün bu sənədlər lazım olacaq və o gün gəlmişdi. O bu sənədləri İstanbula apardı. Amma kimə vermək istəyirdi? Türk hakimiyyətinə, beynəlxalq təşkilatlara, xarici mediaya? Biz bilmirik, çünki o vaxt tapmadı. Çamadan xəstəxanada yoxa çıxdı. Dəqiq olaraq Natiqin vəfatından 6 saat sonra. Xəstəxana təhlükəsizliyi deyir ki, onlar heç bir çamadan görməyiblər. Amma Natiqin mühafizəçisi and içir ki,
o çamadanı öz gözü ilə palataya gətirmişdi və o onu Natiqin çarpayısının altına qoymuşdu. Bəs çamadan hara getdi? Kim onu götürdü? Və o sənədlər indi harda? Onlar məhv edildi. Yoxsa kimsə onları saxlayır, gələcəkdə istifadə etmək üçün? İndi sizə bir sir açıqlayaq. Natiq Əliyevin tibbi qeydlərində bir qəribəlik var. Xəstəxanaya daxil olduğu gün onun qan təzyiqi 120-80 idi. Bu normal göstəricidir. Nəbzi dəqiqədə 70 döyüntü idi. Bu da normal. Ürək ritmi sabit idi. Heç bir problem yox idi. Həkimlər dedilər ki, o bir neçə günlük müşahidədən sonra evə gedə bilər. Amma ertəsi gün, avqustun 18-də onun təzyiqi qəfil yüksəldi. 180, 110. Nəbzi dəqiqədə 110 döyüntü. Ürək ritmi pozuldu. Nə baş verdi? Tibbi protokolda yazılıb ki, ona müəyyən dərman vuruldu. Amma hansı dərman? Adı qeyd edilməyib, sadəcə yazılıb kardioloji preparat. Bu çox qəribədir, çünki hər bir dərmana dair dəqiq qeyd olmalıdır. Adı, dozası, verilmə vaxtı, həkimin imzası. Amma bu halda heç nə yoxdur. Sadəcə kardioloji preparat. Sanki kimsə bilərəkdən qeyri-müəyyən yazmışdı. Sanki kimsə gizlətmək istəyirdi ki, əslində hansı maddə vurulmuşdu. Biz bir tibb ekspertindən soruşduq. O dedi ki, bu qeyri-adi haldır. O dedi ki, belə qeydlər ancaq o zaman yazılır ki, həkim nə isə gizlətmək istəyir. Yoxsa o səhv etmişdi və bunu ört-basdır etmək istəyirdi. Natiq Əliyevə səhv dərman vuruldu. Yoxsa düzgün dərman, amma səhv dozada. Yaxud heç dərman deyildi, başqa bir maddə idi. Natiq Əliyevin son saatlarında onunla kim danışdı? Tibbi qeydlərə görə heç kim. O tək idi. Amma mühafizəçilər başqa şey deyirlər. Onlar deyirlər ki, gecə saat 2-yə yaxın bir kişi palataya daxil oldu. Orta yaşda, ağ xalat geyinmişdi. Amma o həkim deyildi. Mühafizəçilər onu tanımırdılar. O heç bir vəsiqə göstərmədi. Sadəcə dedi ki, həkim göndərib və içəri keçdi. O palatada təxminən 15 dəqiqə qaldı. Sonra çıxdı və getdi. Mühafizəçilər ona heç nə demədi. Çünki o, həkim kimi görünürdü. Amma ertəsi gün, Natiqin vəfatından sonra mühafizəçilər həkimlərdən soruşdular. Heç bir həkim gecə Natiqin yanına getmədiyini söylədi. Bəs o kişi kim idi? O Natiqla nə danışdı və niyə o heç bir qeydə düşmədi? Xəstəxanada hər bir ziyarətçi qeydə alınmalıdır. Amma o gecə heç bir qeyd yoxdur. Sanki o adam heç orada olmamışdı. Sanki o xəyal idi. Amma mühafizəçilər and içirlər ki, o real idi və o Natiqla danışdı. Və Natiq o danışıqdan sonra çox narahat idi. O zəng çalmaq istədi, amma telefon işləmirdi. O mühafizəçini çağırdı və dedi ki, telefon tapın. Amma mühafizəçi qaydana qədər Natiqin vəziyyəti pisləşdi və o heç vaxt zəng edə bilmədi. Kimə zəng etmək istəyirdi? Ailəsinə, yoxsa kiməsə kömək istəmək üçün? Və o, kömək ala bilərdimi? Yoxsa artıq çox gec idi. Təsəvvür edin ki, siz 12 nəfərdən birisiniz. Natiq Əliyev haqqında hər şeyi bilən 12 nəfərdən. Hər bir tibbi sirri, hər bir qaçış planını, hər bir gizli hesabı, Bakının altında uzanan hər bir tuneli. İndi təsəvvür edin ki, seçim etməlisiniz. Sədaqətinizi saxlamaq, yoxsa həyatınızı xilas etmək. 2016-cı ilin avqust ayının 22-sində bu 12 nəfər qərar verdilər. Onlar ali rəhbərlərinə xəyanət etdilər. Hansı qərar onları tarixi dəyişməyə məcbur etdi? Nə gördülər ki, başa düşdülər? Ya o, ya da biz. Və ən əsası, bu 12 nəfər indi harda? Onlardan neçəsi hələ də sağdır? Çünki siyahıya baxsaq görərik ki, 6-sı artıq aramızda deyil. 6 nəfər, 6 il ərzində. Hər il bir nəfər. Təsadüf? Yoxsa sistemli təmizlik? Qalan 6-sı hər gecə yuxuya gedərkən nə düşünürlər? Onlar bilirlər ki, növbə onlara çata bilər. Amma onlar danışmırlar. Çünki danışmaq ölüm hökmüdür. Susmaq isə ən azı bir şans verir. Kiçik bir şans. Amma bu axşam onlardan biri ilk dəfə danışacaq. Üzünü göstərməyəcək. Səsini dəyişdirəcək. Amma danışacaq. Çünki o bilir ki, əgər indi danışmasa, həqiqət onunla birlikdə gedəcək. Bu adamın dedikləri sizin qanınızı donduracaq. O deyir ki, Natiq Əliyevin İstanbula getməsi heç vaxt tibbi səbəblərdən olmayıb.
O deyir ki, bu əvvəlcədən hazırlanmış senaridir. Hər bir addım hesablanmışdı. Hansı xəstəxana, hansı həkim, hansı palata, hətta hansı tibb bacısı. Heç nə təsadüfi deyildi. Natiq İstanbula gedəndə o artıq bilirdi ki, qayıtmayacaq. Amma getməli idi. Çünki əgər getməsəydi, onda Bakıda ona edəcəkdilər. Və Bakıda etmək daha asan idi. Heç bir beynəlxalq diqqət, heç bir xarici şahid, heç bir sual. Sadəcə bir xəbər. Nazir ürək tutmasından vəfat etdi. Və hər şey bitərdi. Amma İstanbulda ən azı şans var idi. Kiçik bir şans ki, bəlkə kimsə görəcək, bəlkə kimsə sual verəcək, bəlkə həqiqət üzə çıxacaq. Natiq bu şansa ümid edirdi. O yanında sənədlər aparmışdı. O düşünürdü ki, bəlkə son anda onları kiməsə verə biləcək. Amma o bilmirdi ki, İstanbulda da uzun əllər var. Və bu əllər ondan daha sürətli hərəkət edir. Gəlin indi Natiq Əliyevin son illərinin fiziki vəziyyətinə nəzər salaq. 2014 ildən etibarən yaxınları onun dəyişdiyini görməyə başladılar. O tez-tez yorulurdu. Əlləri titrəyirdi. Bəzən danışarkən sözləri qarışırdı. Yığıncaqlarda o əvvəlki kimi uzun çıxış edə bilmirdi. 15 dəqiqədən sonra oturmalı olurdu. Tərləyirdi. Üzü solğunlaşırdı. İnsanlar düşünürdülər ki, bu yaşdan, stresdən. Amma yaxınları başqa şey görürdülər. Onlar görürdülər ki, Natiq hər gün dərman qəbul edir. Çoxlu dərman. Səhər 5 həb, günorta 3 həb, axşam 7 həb. 15 həb gündə. Hansı dərmanlar? Niyə bu qədər çox? Və niyə o bunu gizlədirdi? Rəsmi tibbi qeydlərdə Natiq Əliyevin heç bir xroniki xəstəliyi yox idi. O sağlam adam kimi göstərilirdi. Amma gerçəklik başqa idi. Natiqin şəxsi həkimi deyir ki, o ən azı 3 ciddi problemi var idi. Ürək aritmiyası, yüksək təzyiq və daha bir şey ki, həkim açıq demək istəmir. O sadəcə deyir, onun sağlamlığı sürətlə pisləşirdi və biz bunu dayandıra bilmirdik. Niyə? Çünki müalicə işləmirdi. Yoxsa çünki Natiq müalicəni düzgün qəbul etmirdi. Yaxud çünki ona başqa maddələr verilirdi. Yavaş-yavaş, görünməz şəkildə. Onun orqanizmini daxildən məhv edən maddələr. Milyonlarla insanın taleyini həll edən adam fateldən qalxanda əsirdi. Bu cümləni bir dəfə daha oxuyun. Milyonlarla insanın taleyini həll edən adam fateldən qalxanda əsirdi. Natiq Əliyev ölkənin enerji təhlükəsizliyinə cavabdeh idi. Onun qərarlarından milyardlarla dollar asılı idi. O, xarici şirkətlərlə danışıqlar aparırdı. Beynəlxalq müqavilələr imzalayırdı. Strateji qərarlar qəbul edirdi. Amma eyni zamanda o səhər yataqdan qalxarkən 10 dəqiqə kənarda oturmalı olurdu. Çünki başı fırlanırdı. O pilləkənlərlə qalxa bilmirdi. Çünki nəfəsi çatmırdı. O uzun yol gedə bilmirdi. Çünki ayaqları ağrıyırdı. 64 yaşlı kişi, amma sanki 80 yaşı var idi. Və ən dəhşətlisi, o bunu gizlədirdi. Kamera qarşısında o güclü görünürdü. Yığıncaqlarda o əmin danışırdı. Amma kamera söndükdən sonra o dərhal oturmalı olurdu. Köməkçiləri ona su gətirirdilər. Həkim ona dərman verirdi. Və o 15 dəqiqə heç hərəkət etmədən oturardı. Gözlərini yumub nəfəs alıb verərdi. Sanki hər çıxış onun üçün son çıxış idi. Sanki hər görünüş onun üçün son görünüş idi. Və bəlkə də elə idi. Bəlkə Natiq bilirdi ki, onun vaxtı qurtarır və o son qüvvəsini sərf edirdi ki, güclü görünsün. Çünki zəiflik ölüm hökmüdür. Xüsusilə belə mövqedə. İndi sizə bir sənəd göstərəcəyik. Bu sənəd təhlükəsizlik xidmətinin arxivindən sızdırılıb. Bu Natiq Əliyev üçün sifariş edilən dərmanların siyahısıdır. 2015 ili yanvar ayından dekabr ayına qədər. 12 ay. Hər ay üçün ayrı siyahı. Yanvar ayında 12 adda dərman. Fevral ayında 14. Mart ayında 18. Aprel ayında 22. May ayında 26. İyun ayında 31. İyul ayında 34. Avqust ayında 38. Sentyabr ayında 42. Oktyabr ayında 46. Noyabr ayında 50. Dekabr ayında 54. Görürsünüzmü? Hər ay artır. Hər ay daha çox dərman. İl əvvəli 12, il sonu 54. 4 dəfə artım. 1 il ərzində. Bu normal deyil. Bu sürətli pisləşmə deməkdir. Və ən qəribi, bu dərmanların çoxu Azərbaycanda qeydiyyatdan keçməyib.
Bunlar xaricdən gətirilən dərmanlardır. Bəziləri Rusiyadan, bəziləri Almaniyadan, bəziləri İsveçrədən. Niyə? Azərbaycanda bu dərmanlar yoxdur. Yoxsa Natiq yerli dərmanlara etibar etmirdi? Yaxud o bilirdi ki, yerli əzzəxanalarda ona lazım olan dərmanları ala bilməz. Çünki kimsə onun nə aldığını izləyir və xaricdən gətirdikdə heç olmasa bir müddət gizli qala bilər. Amma ən maraqlısı budur. Bu dərmanların arasında bir neçəsi var ki, onlar ürək xəstəliyi üçün deyil, onlar başqa şey üçündür. Məsələn, bir dərman var ki, o ağır metal zəhərlənməsində istifadə olunur. Başqa bir dərman var ki, o radiasiya təsirini azaltmaq üçün verilir. Daha bir dərman var ki, o kimyəvi maddələrin orqanizmdən çıxarılması üçündür. Niyə Natiq Əliyevə bu dərmanlar lazım idi? O ağır metallarla işləyirdi. Radiasiyaya məruz qalmışdı. Kimyəvi maddələrlə təmasdaydı. Yoxsa kimsə ona bu maddələri verirdi. Yavaş-yavaş, az-az, amma davamlı. Və bu dərmanlar onu xilas etmək üçün deyil, sadəcə ölümü biraz gecikdirmək üçün verilirdi. Biz bir toksikoloqdan soruşduq. O siyahıya baxdı və dedi, bu klassik zəhərlənmə sxemidir. Kimsə bu adama uzun müddət ərzində nəyisə verib və bu dərmanlar sadəcə simptomları yüngülləşdirir, amma problemi həll etmir. Biz dedik, hansı maddə ola bilər? O dedi, çox variant var, amma ən çox yayılanı talliumdur, yoxsa polonium. Hər ikisi yavaş təsir edir, izini buraxmır və adi müayinədə aşkar edilmir. Natiq Əliyev zəhərlənirdi. Hər gün, hər həftə, hər ay. Və o bunu bilirdi. Yoxsa o düşünürdü ki, sadəcə xəstələnir? İndi gəlin arxivlərə nəzər salaq. Natiq Əliyevin nazirliyində xüsusi bir şöbə var idi. Bu şöbənin adı heç bir rəsmi sənəddə keçmir. Amma işçilər onu xüsusi qovluq adlandırırdılar. Bu şöbədə 3 nəfər işləyirdi. Onların vəzifəsi sadə idi. Bütün həssas sənədləri toplamaq, təsnif etmək və saxlamaq. Hansı sənədlər? Neft müqavilələrinin gizli əlavələri, xarici şirkətlərlə bağlanmış şifahi razılaşmaların qeydləri, komissiya ödənişlərinin hesabatları, ofşor hesabların nömrələri, pul köçürmələrinin təfərrüatları. Hər şey, hər bir kiçik detal və bu sənədlər xüsusi seyfdə saxlanırdı. Seyfin açarı yalnız Natiq Əliyevdə idi. Heç eşatda belə yox idi. Natiq hər həftə bir dəfə bu seyfi açır, sənədlərə baxır, bəzilərini götürür, bəzilərini əlavə edirdi. O bu sənədləri niyə saxlayırdı? Sığorta, sübut, yoxsa hədə-qorxu vasitəsi? Çünki bu sənədlərdə çox tücdə adamların adları var idi. Və əgər bu sənədlər açıqlansa, böyük fəlakət olardı. Natiq bunu bilirdi. Və bəlkə məhz buna görə o hələ də sağ qala bilirdi. Çünki hamı bilirdi ki, əgər Natiqə nəsə olarsa, bu sənədlər avtomatik açıqlanacaq. Amma İstanbulda, xəstəxanada Natiq bu sənədlərdən ayrı idi. O artıq qorunmurdu və məhz buna görə o həssas vəziyyətdə idi. Natiq Əliyevin ölümündən 3 gün sonra nazirliyə xüsusi qrup gəldi. Onlar təhlükəsizlik xidmətindən idilər. Onlar birbaşa xüsusi qovluq şöbəsinə getdilər. Onlar seyfi açmaq əmri gətirmişdilər. Şöbə işçiləri müqavimət göstərmək istədilər. Onlar dedilər ki, yalnız nazir seyfi aça bilər. Amma onlara dedilər ki, nazir artıq yoxdur və indi dövlət təhlükəsizliyi üçün bu seyf açılmalıdır. Seyfi açdılar. İçəridə yüzlərlə qovluq var idi. Onlar hamısını götürdülər, hər birini. Heç bir qeyd aparmadan, heç bir rəsmiləşdirmə olmadan, sadəcə götürüb getdilər. Şöbə işçiləri deyirlər ki, onlar şokdaydılar. Onlar bilirdilər ki, bu sənədlər çox vacibdir və indi onlar yoxa çıxıb. Biz bu işçilərdən biri ilə danışdıq. O dedi, mən o gün başa düşdüm ki, Natiq Əliyevin ölümü təsadüf deyil. Çünki onun ölümündən dərhal sonra onun bütün arxivi məhv edildi. Bu planlaşdırılmış əməliyyat idi. Hər şey əvvəlcədən hazırlanmışdı. Biz dedik, siz o sənədlərin surətini çıxarmışdınızmı? O dedi, biz cəhd etdik, amma bizə icazə verilmədi. Seyfdən heç nə çıxarmaq qadağan idi. Yalnız Natiq özü bunu edə bilərdi və o bəzən edirdi. O bəzi sənədləri evə aparırdı. Bəlkə orada surətlər var. Biz Natiqin evinə getdik. Ailə üzvləri dedilər ki, onlar heç bir sənəd tapmayıblar. Ev axtarılmışdı. Hər şey yoxlanmışdı, amma heç nə tapılmamışdı.
Sanki kimsə Natiqin ölümündən əvvəl gəlib hər şey təmizləmişdi. Amma bir şey var ki, onlar tapa bilmədilər. Natiq Əliyevin kompüterində gizli bölmə var idi. Bu, adi gizli qovluq deyildi. Bu, xüsusi proqramla yaradılmış virtual disk idi. Bu diskə daxil olmaq üçün 2 şifrə lazım idi. Birinci şifrə kompüteri açırdı, ikinci şifrə virtual diski göstərirdi. Və bu ikinci şifrəni yalnız Natiq bilirdi. O, heç kimə deməmişdi, hətta ailəsinə belə. Amma bir adam var idi ki, o bu şifrəni bilirdi. Natiqin kompüter texniki, o bu virtual diski quraşdıran adam idi və o ehtiyat şifrə yaratmışdı. Əgər Natiq əsas şifrəni undarsa, bu ehtiyat şifrə işə düşəcəkdi. Natiqin ölümündən sonra bu texnik gəldi və virtual diski açdı. İçərdə nə var idi? Minlərlə fayl, skan edilmiş sənədlər, Excel cədvəlləri, PDF hesabatlar, şəxsi qeydlər, audio yazılar, video çəkilişlər. Natiq hər şeyi qeyd edirdi. Hər bir görüşü, hər bir danışığı, hər bir razılaşmanı. O bilirdi ki, bir gün bu lazım olacaq və o haqlı idi. Texnik bu faylları xarici diskə köçürtdü. Sonra virtual diski sildi və xarici diski gizlətdi. O onu heç kimə vermədi, hətta ailəyə belə. Çünki o bilirdi ki, bu çox təhlükəlidir. O bu diski indi hardasa saxlayır və o gözləyir. Nəyi gözləyir? Düzgün ana, düzgün insanı, düzgün yeri. Çünki bu fayllar açıqlansa, Azərbaycanda zəlzələ olacaq. Amma əgər səhv vaxtı açıqlansa, sadəcə məhv ediləcək və heç kim onları görməyəcək. Texnik bunu başa düşür və o gözləyir. Amma nə qədər gözləyə bilər? 1 il, 5 il, 10 il? Yoxsa o ölənə qədər gözləyəcək? Və o diskdə nə var ki, bu qədər təhlükəlidir? Natiq Əliyevin həyatında bir daha vacib şəxs var idi. Bu, onun şəxsi sürücüsü Əli idi. Əli Natiqlə 15 ildir işləyirdi. O Natiqi hər yerə aparırdı. İşə, evə, görüşlərə, səfərlərə. O Natiqin bütün hərəkətlərini bilirdi və ən əsası, o Natiqin bütün danışıqlarını eşidirdi. Çünki Natiq maşında çox danışırdı. Telefonda, köməkçiləri ilə, bəzən özü-özünə. Əli hər şeyi eşidirdi. Amma o heç vaxt heç nə deməzdi. O sadəcə sürərdi və dinlərdi. Natiqin ölümündən sonra Əli işdən çıxdı. O dedi ki, daha sürücülük etmək istəmir. O kiçik bir mağaza açdı. İndi o sakit həyat yaşayır. Amma biz onu tapdıq və biz onunla danışdıq. O çox ehtiyatlı idi. O çox az danışdı. Amma bir şey dedi ki, bizim qanımızı dondurdu. O dedi, Natiq bəy İstanbula gedəndə o mənə bir zərf verdi. Dedi ki, əgər o bir ay ərzində qayıtmasa, bu zərfi açım və içindəki ünvana gedim. Mən dedim ki, niyə qayıtmayacaqsınız? O dedi ki, sadəcə ehtiyat. Mən zərfi aldım. Natiq bəy qayıtmadı. Mən zərfi açdım. İçərdə bir ünvan var idi. Bakıda, köhnə şəhərdə bir evin ünvanı. Mən ora getdim. Qapını döydüm. Heç kim açmadı. Mən bir neçə dəfə getdim. Hər dəfə eyni. Heç kim. Sonra qonşulardan soruşdum. Onlar dedilər ki, bu evdə heç kim yaşamır. Ev boşdur. Amma bəzən gecələr işıq yanır. Mən bir gecə gəlib gözlədim. Həqiqətən gecə yarısı işıq yandı. Mən qapını döydüm. Bu dəfə bir kişi açdı. Yaşlı kişi. O məni içəri dəvət etdi. Mən ona Natiq bəyin zərfini göstərdim. O zərfə baxdı və dedi, çox gec gəldin. Mən dedim, niyə? O dedi, çünki Natiq bəy artıq yoxdur və onun planı işə düşmədi. Mən dedim, hansı plan? O dedi, sən bilməsən daha yaxşıdır və məni çıxartdı. Mən bir daha ora getmək istədim. Amma ev yandırılmışdı. Tamamilə yandırılmışdı və o yaşlı kişi də yoxa çıxmışdı. Əli bu hekayəni danışanda əlləri titrəyirdi. O dedi, mən o gündən bəri qorxuram. Mən bilirəm ki, Natiq bəyin ölümü sadə xəstəlik deyildi və mən bilirəm ki, mən də təhlükədəyəm. Çünki mən çox şey bilirəm. Biz dedik, nə bilirsən? O dedi, Natiq bəyin son səfərləri, o kiminlə görüşürdü, o nə danışırdı, o nə planlaşdırırdı. Mən hamısını bilirəm, amma mən danışa bilmərəm, çünki danışsam ölərəm. Və o daha heç nə demədi. İndi sizə bir sual verək.
Natiq Əliyev niyə öldürüldü? Sadə cavab. Çünki o çox şey bilirdi. Amma daha dərin cavab. Çünki o danışmaq istəyirdi. O artıq susmamalı olduğunu düşünürdü. O düşünürdü ki, xalq həqiqəti bilməlidir. Pul hara gedir? Müqavilələr necə bağlanır? Komissiyalar kimə verilir? Offshore hesablar kimə məxsusdur? O bütün bunları açıqlamaq istəyirdi və məhz buna görə o təhlükəli idi. Çünki bu məlumatlar açıqlansa, çoxları məhv olardı. Yüksək vəzifəli adamlar, güclü biznesmenlər, nüfuzlu siyasətçilər, hamısı. Və onlar buna yol verə bilməzdilər. Onlar Natiqi susturmaq qərarına gəldilər. Amma necə? Açıq-aşkar öldürmək çox riskli idi. Çox sual yaranardı. Çox diqqət cəlb edərdi. Ona görə də plan başqa idi. Natiqi yavaş-yavaş xəstələndirmək, onu zəiflətmək, onu asılı etmək və sonra düzgün anda son zərbəni vurmaq. Və bu, məhz İstanbulda baş verdi, xəstəxanada, heç kəsin şübhələnməyəcəyi yerdə. Çünki xəstəxanada insanlar ölür, bu normaldır. Xüsusilə yaşlı, xəstə insanlar. Və Natiq məhz belə göstərildi. Yaşlı, xəstə, ürək problemi olan adam. Heç kim sual vermədi. Heç kim araşdırma aparmadı. Hər şey sürətlə bağlandı. Və Natiq Əliyev tarixə ürək tutmasından vəfat edən nazir kimi düşdü. Amma həqiqət başqa idi. Və bu həqiqət hələ də gizlidir. İlk dəfədir ki, 6 il sonra İstanbulda yaşayan keçmiş tibb bacısı kamera qarşısında danışmağa razılaşdı. 6 ildir ki, hər gecə yuxusuz qalır. 6 ildir ki, bu sirri daşıyır. O gecə palatada nə baş verdiyini gördü. O hansı dərmanın vurulduğunu bilir. O kim tərəfindən əmr verildiyini bilir. Və o indi danışmağa hazırdır. Çünki o daha susmamalı olduğunu düşünür. Çünki o bilir ki, əgər indi danışmasa, bu sir onunla birlikdə gedəcək. Və Natiq Əliyevin ailəsi heç vaxt həqiqəti öyrənməyəcək. Bu qadın bizə deyir ki, avqustun 20-sində gecə saat 3-ə yaxın xəstəxananın baş həkimi ona zəng etdi. O evdə idi, növbəsi bitməşdi. Amma həkim dedi ki, təcili xəstəxanaya gəlməlidir. Çox vacib bir prosedur var. O gəldi. Həkim onu Natiq Əliyevin palatasına apardı. Orada başqa bir kişi də var idi. Orta yaşlı, qara kostyumlu, diplomatik çantalı. O tibb bacısına bir ampula verdi. Dedi ki, bunu Natiq Əliyevə vurmalısan. Tibb bacısı ampulaya baxdı. Üzərində heç bir etiket yox idi. Heç bir ad, heç bir tərkib, heç bir istehsalçı. Sadəcə şəffaf maye. O soruşdu. Bu nədir? Həkim dedi. Sual vermə. Sadəcə vur. Tibb bacısı qorxdu. O dedi. Mən bilmədiyim dərmanı vura bilmərəm. Qara kostyumlu kişi ona yaxınlaşdı və sakitcə dedi. Sən ya indi vurursan, ya da biz başqa birini tapırıq. Amma sən bu xəstəxanada işləməyəcəksən. Və bəlkə heç bir xəstəxanada işləməyəcəksən. Hətta bəlkə heç bir yerdə işləməyəcəksən. Tibb bacısı başa düşdü. Bu hədə idi. Açıq hədə. O ampulanı götürdü. Əlləri titrəyirdi. O Natiq Əliyevin yanına getdi. Natiq yatmışdı. Yoxsa bayılmışdı. O bilmirdi. O ampulanı vurdu və dərhal palatadan çıxdı. O həkimə dedi. Mən bunu etməməli idim. Həkim dedi. Sən heç nə etmədin. Sən sadəcə öz işini gördün. Amma tibb bacısı bilirdi ki, bu yalan idi. O bir şey etmişdi. Dəhşətli bir şey. Və o bunu heç vaxt unutmayacaqdı. Tibb bacısı bizə deyir ki, o ampulanı vurduqdan 15 dəqiqə sonra Natiq Əliyevin vəziyyəti kəskin pisləşdi. Nəbzi sürətləndi. Təzyiq düşdü. Tənəffüs çətinləşdi. Monitorlar siqnal verməyə başladı. Tibb bacısı həkimi çağırdı. Həkim gəldi, amma heç nə etmədi. O sadəcə monitora baxdı və dedi, gözlə. Tibb bacısı dedi, amma o ölür. Həkim dedi, mən dedim gözlə. Və onlar gözlədilər. Natiq Əliyevin nəbzi getdikcə zəifləyirdi. Tənəffüsü dayandı. Ürək döyüntüsü kəsildi. Monitor düz xətt göstərdi. Natiq Əliyev öldü. Gecə saat 3:35-də. Amma rəsmi ölüm vaxtı səhər saat 6 kimi qeyd edildi. Niyə? Tibb bacısı deyir ki, həkim ona əmr etdi ki, heç kimə deməsin. O dedi ki, rəsmi ölüm vaxtı səhər olacaq. Çünki gecə ölüm çox sual yaradır. Amma səhər ölüm normal görünür. Xüsusilə ürək xəstəsi üçün. Tibb bacısı razılaşdı. Çünki o qorxurdu. O bilirdi ki, əgər danışsa onu susturacaqlar.
Və o sustu. 6 il. Amma indi o daha susa bilmir. Çünki o hər gecə Natiq Əliyevin üzünü görür. O hər gecə o anı xatırlayır. Və o bilir ki, o bir cinayətə şərik olub və o bunu düzəltməlidir. Ən azı həqiqəti deməklə. Amma ən dəhşətli hissə hələ gəlməyib. Tibb bacısı bizə deyir ki, Natiq Əliyev öldükdən sonra qara kostyumlu kişi yenidən gəldi. O palataya daxil oldu. O Natiqin çarpayısının altından çamadanı götürdü. Sonra o Natiqin paltarlarını yoxladı. Ciblərdən nəsə çıxartdı. Sonra o palata küncdəki seyfi açdı. Necə açdı? Şifrəni bilirdi, yoxsa xüsusi alət istifadə etdi? Tibb bacısı bilmir. O sadəcə gördü ki, kişi seyfi açdı və içindən qovluqlar götürdü. Sonra o hər şeyi diplomatik çantaya qoydu və getdi. Heç bir söz demədən, heç kimə salam vermədən, sadəcə getdi. Və bir daha heç kim onu görmədi. Tibb bacısı deyir ki, o həmin anda başa düşdü ki, bu sadə ölüm deyil. Bu planlaşdırılmış əməliyyat idi. Natiq Əliyevi öldürmək kifayət deyildi. Onun bütün sənədlərini də götürmək lazım idi. Bütün sübutları məhv etmək lazım idi. Və məhz buna görə o kişi oradaydı. O gözləyirdi. Natiq ölənə qədər gözləyirdi. Və sonra hər şeyi təmizlədi. Sürətlə, peşəkarcasına, iz buraxmadan. Sanki o bunu əvvəllər də etmişdi. Dəfələrlə. İndi gəlin Natiq Əliyevin son planına nəzər salaq. O İstanbula gedərkən bir plan hazırlamışdı. Əgər ona nəsə olarsa, müəyyən adamlar müəyyən sənədləri alacaqdılar. Bu sənədlər avtomatik açıqlanacaqdı. Amma bu plan işə düşmədi. Niyə? Çünki Natiq hesablamadığı bir şey var idi. O düşünürdü ki, onun ən yaxın adamları ona sadiq qalacaq. Amma onlardan biri xəyanət etdi. Kim? Biz bilirik. Çünki biz sənədlər tapdıq. Biz sübutlar tapdıq. Və biz indi deyə bilərik. Natiq Əliyevə xəyanət edən adam onun muavini Elşad idi. Bəli, Elşad. 20 il birlikdə işləyən adam. Ən etibarlı adam. Ən yaxın dost. Amma məhz o Natiqi satdı. Niyə? Pul? Vəzifə? Qorxu? Yoxsa hər üçü? Biz Elşadın bank hesablarını araşdırdıq. Natiqin ölümündən bir həftə sonra Elşadın hesabına 2 milyon dollar köçürülüb. 2 milyon. Hardan? Offshore şirkətdən. Hansı şirkət? Kiprdə qeydiyyatdan keçmiş, amma real sahibi məlum olmayan şirkət. Amma biz biraz daha qazdıq və tapdıq ki, bu şirkət daha böyük bir strukturun hissəsidir. Və bu struktur birbaşa Azərbaycanın ən yüksək dairələri ilə əlaqəlidir. Elşad pul aldı, xəyanət pulunu. Və o bu pulla sakitcə yaşayır. Heç bir peşmançılıq hissi olmadan. Yoxsa var? Biz bilmirik. Çünki o heç kimlə danışmır. O özünü gizlədir. Amma biz bilirik ki, o hər gecə içki içir. Çox içki. Sanki nəyisə unutmağa çalışır. Amma unutmaq mümkün deyil. Xüsusilə belə xəyanəti. Elşadın xəyanəti necə baş verdi? Biz bunu da öyrəndik. 2016-cı ilin iyul ayında Elşada təklif gəldi. Bir görüş. Çox vacib görüş. O getdi. Orada ona dedilər ki, Natiq Əliyev təhlükəlidir. O çox şey bilir və danışmaq istəyir. Əgər o danışsa, hamı məhv olacaq. Ona görə də o susmalıdır. Və sən bizə kömək etməlisən. Elşad soruşdu, necə? Ona dedilər, sadəcə bizə məlumat ver. Natiq nə edir, kimlərlə görüşür, nə planlaşdırır? Və ən əsası, o sənədləri harda saxlayır? Elşad qorxdu. O dedi, mən bunu edə bilmərəm. O mənim dostum. Ona dedilər, sən ya bizimlə, ya da ona qarşı. Üçüncü variant yoxdur. Və əgər sən bizimlə olsan, sən qazanacaqsan. Pul, vəzifə, təhlükəsizlik. Amma əgər sən ona qarşı olsan, sən də onunla birlikdə gedəcəksən. Elşad bir həftə düşündü. Sonra qərar verdi. O, xəyanət etdi. O, Natiqin hər addımı haqqında məlumat verməyə başladı. O, Natiqin planlarını açıqladı. O, Natiqin sənədlərinin yerini göstərdi. Və ən əsası, o, Natiqə dedi ki, İstanbula getsin. O, dedi ki, orada daha təhlükəsiz olacaq. Amma əslində, o, Natiqi tələyə saldı. Çünki İstanbul məhz onu məhv etmək üçün seçilmişdi. Və Elşad bunu bilirdi. O, hər şeyi bilirdi. Amma o, yenə də Natiqə dedi ki, get. Və Natiq getdi.
Çünki o, Elşada inanırdı və bu inam ona həyatına başa gətirdi. Natiq Əliyevin ölümündən sonra nə baş verdi? Böyük dəyişikliklər. Nazirliyə yeni nazir təyin edildi. Elşad təqaüdə çıxdı. Xüsusi qovluq şöbəsi bağlandı. Bütün sənədlər götürüldü. Bəzi yüksək vəzifəli məmurlar vəzifədən uzaqlaşdırıldı. Bəzi şirkətlərin rəhbərliyi dəyişdirildi. Bəzi müqavilələr ləğv edildi. Hər şey çox sürətlə baş verdi. Sanki əvvəlcədən planlaşdırılmışdı və həqiqətən də planlaşdırılmışdı. Natiqin ölümü sadəcə bir addım idi. Böyük planın bir hissəsi. Bu plan nə idi? Neft sənayesində tam nəzarət, bütün pul axınlarına tam nəzarət, heç bir sual, heç bir araşdırma, heç bir ifşa və Natiq bu plana mane idi. O çox şey bilirdi. O danışmaq istəyirdi. Ona görə də o aradan götürülməli idi. Və o aradan götürüldü. Peşəkarcasına, səssiz-səmirsiz, heç bir iz buraxmadan. Və indi 6 il sonra heç kim bu barədə danışmır. Heç kim sual vermir. Heç kim araşdırma aparmır. Sanki Natiq Əliyev heç vaxt olmayıb. Sanki o sadəcə bir xəyal idi. Amma Natiq Əliyev xəyal deyildi. O real adam idi. O ailə adamı idi. O 3 uşağın atası idi. O nəvələrinin babası idi. Və o öz işini sevən adam idi. O ölkəsinə xidmət etmək istəyirdi. O düzgün işlər görmək istəyirdi. Amma o sistemlə toqquşdu və sistem onu məhv etdi. Çünki sistem özünü qoruyur. Sistem özünü təmizləyir. Sistem özünü davam etdirir. Və Natiq bu sistemə qarşı çıxdı. Və o məğlub oldu. Amma onun mübarizəsi boşuna getmədi. Çünki o sənədlər buraxdı. O sübutlar buraxdı. O şahidlər buraxdı. Və bu şahidlər indi danışır. Yavaş-yavaş, ehtiyatla, amma danışır. Və bəlkə bir gün həqiqət tam açıqlanacaq. Bəlkə bir gün Natiq Əliyevin ailəsi ədalət tapacaq. Bəlkə bir gün onun qatilləri cavab verəcək. Amma bu gün hələ gəlməyib və biz bilmirik ki, o gün gələcəkmi? Natiq Əliyevin ölümündən sonra Azərbaycanın neft sənayesində böyük sabitlik yarandı. Heç bir skandal, heç bir ifşa, heç bir araşdırma. Hər şey sakitləşdi. Yeni nazir işə başladı və hər şey əvvəlki kimi davam etdi. Natiqin ailəsi sakitcə yas tutdu. Onlar heç bir şübhə bildirmədi, yoxsa bildirə bilmədi? Biz bilmirik. Onlar bizə demədilər. Amma biz bilirik ki, onlar hər il Natiqin məzarını ziyarət edirlər. Və onlar hər il eyni sual verirlər. Niyə? Niyə o belə tez getdi? Niyə o İstanbulda öldü? Niyə heç kim araşdırma aparmadı? Bu suallara cavab yoxdur. Yoxsa cavab var, amma heç kim demir. Natiq Əliyevin sənədləri harda? Biz bilmirik. Bəziləri deyir ki, onlar məhv edilib. Bəziləri deyir ki, onlar hələ də hardasa gizlədilir. Bəziləri deyir ki, onlar artıq lazım deyil, çünki hamı ölüb və ya susub. Amma bəlkə də onlar hələ də var. Bəlkə kimsə onları saxlayır, düzgün an gözləyir və bəlkə o an gələcək. Yoxsa heç vaxt gəlməyəcək. Biz bilmirik. Amma biz ümid edirik. Çünki həqiqət həmişə üzə çıxır. Tez ya geç. Bir şəkildə ya başqa şəkildə. Və Natiq Əliyevin həqiqəti də üzə çıxacaq. Biz buna inanırıq. Elşad hələ də Bakının kənarında yaşayır. O hələ də heç kimlə danışmır. O hələ də hər gecə içki içir. Və o hələ də yatmağa qorxur. Çünki yuxuda o, Natiqin üzünü görür. Və Natiq ona baxır. Sadəcə baxır. Heç nə demir. Amma o baxış hər şey deyir. Və Elşad bilir ki, o heç vaxt bu baxışdan qurtula bilməyəcək. O ömrünün sonuna qədər bu baxışı daşıyacaq. Və bəlkə bu, onun cəzasıdır. Ən ağır cəza. Özü ilə yaşamaq. Tibb bacısı İstanbulda yaşayır. O artıq xəstəxanada işləmir. O kiçik bir aptekdə işləyir. Və o hər gün dua edir. Bağışlanma üçün dua edir. Çünki o bilir ki, o bir günahın içindədir. Və o bu günahdan qurtulmaq istəyir. Amma necə? O bilmir. O sadəcə dua edir və gözləyir. Bəlkə bir gün o rahat yata biləcək. Bəlkə bir gün o Natiq Əliyevin üzünü görməyəcək. Amma o gün hələ gəlməyib. Natiq Əliyevin kompüter texniki hələ də o xarici diski saxlayır. O onu heç kimə verməyib. O hələ də gözləyir.
düzgün anı gözləyir və o deyir ki, o an gələcək, tez ya geç. Və o zaman o diski açıqlayacaq və hər kəs görəcək ki, Natiq Əliyev haqlı idi. O həqiqəti deyirdi. O düzgün yoldaydı. Amma onu susturmaq istədilər. Və susturmaq istəyənlər kim idilər? Disk açıqlananda hamı biləcək. Amma o ana qədər biz sadəcə gözləyə bilərik və ümid edə bilərik. Natiq Əliyevin hekayəsi bitdi, amma onun mübarizəsi davam edir. Çünki həqiqət heç vaxt ölmür. Həqiqət gizlədilə bilər, amma məhv edilə bilməz. Və Natiq Əliyevin həqiqəti də gizlədilir. Amma bir gün o üzə çıxacaq. Və o gün hamı biləcək ki, Natiq Əliyev qəhrəman idi. O öz xalqı üçün mübarizə apardı. O öz həyatını qurban verdi. Və o heç vaxt unudulmayacaq. Çünki həqiqi qəhrəmanlar heç vaxt unudulmur. Onlar tarixdə qalır, əbədi olaraq. Hörmətli tamaşaçılar, əgər siz bu faciəvi hekayəni sona qədər izlədinizsə, şərhlərə hansı şəhərdən olduğunuzu yazın. Bizim üçün vacibdir ki, Natiq Əliyevin hələ də harda xatırlandığını bilək. Və kanalımıza abunə olun ki, tarixin idolları haqqında həqiqəti qaçırmayasınız.